Türkiyədə 4 nəfərin ölümü, ikisinin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə iyulun 21-də yerli vaxtla saat 16:00-da Kayseri vilayətində qeydə alınıb. Belə ki, Kayseri vilayətinin Kocasinan ilçəsi Şimal dairəvi yolu Oymağac qovşağında Azərbaycan vətəndaşı Rahim Bədəlovun idarə etdiyi 90JO 998 dövlət nömrə nişanlı park edilmiş tıra Türkiyə vətəndaşı Erkan Çetiner'in idarə etdiyi 38ZU 010 nömrə nişanlı minik avtomobili arxadan çırpılıb. Qəza nəticəsində minik maşınında olan 4 nəfər tələbə, Cenk Yoldaş, Sabri Ocaq, Ömer Faruq Beyaz və Ahmet Aslım Türk hadisə yerində ölüb. Ağır yaralı digər 2 nəfər Kayseri xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, tırın Azərbaycanlı sürücüsü Rahim Bədəlov saxlanılıb. Elvin Abdulqədirov, Bəxtiyar Məmmədov, Azvision TV.